İsrail'dən necə deport olundum part 2. Belə, Azal'ın web saytında biletlər var idi, İsrailə gediş dönüşünə. Sonra baxdım, gördüm münasib qiymətədir, aldım. Gediş dönüşü aldım, tam pulunu ödədim. Otelin bronunu da ödədim. Vizanı da aldım, viza da var idi. İsraildən də buradan düşdüyüm yerdə elə pasport kontrola birbaşa yaxınlaşdım. Yaxınlaşan kimi sorğu-sual başladı. Nəyə gəlmisən? Niyə gəlmisən? Hamısını göstərdim, dedilər, yox, bəs get içəri otaqda, bəs immigration polislə təzədən bir də sorğu olacaq. Nəsə getdim içəridə də, orada da başladılar biraz çox suallar verməyə. Nə qədər pulla gəlmisən, haralarda işləmisən, niyə bu vaxtı İsrailə gəlmisən? Nəsə yoxladılar, axırda dedilər, yox, bəs alınmır, səbəb də göstərim. Deyirəm, hansı səbəbə görə? Deyir, yox, deyir, yəni sən deyir İsrailə girişə uyğun deyilsən də. Dedilər, qayıtmalısan dala. Özləri bileti aldılar Bakıya, elə hansı Azal'la gəlmişdimsə, elə Azal'la da özləri qaytardılar. Yəni dedilər, qayıtmalısan. 6 saat sonra bilet aldılar, amma elə adamlar var ki, bizim yanımızda. Mən həmişə deportu görmüşəm ki, məsəl üçün biraz çətin olar da, yəni ya türməyə salarlar, ya gözləmə otağına salarlar. Bunlar eləmədilər. Bunlar elə pasport sorğusundan birbaşa pasportu alırlar əlindən, deyirlər, pasport bizdə qalır, sənə indi bilet alacaq. Get deyir, terminalda gəz. Təyyarın haçandır. Məsələn, 7 saat sonrası 7 saat sonraya qədər gəz. Mənim bəxtimdən 6 saat sonraya bilet aldılar. Amma orada məsəl üçün Romaniyalı var idi, Ruslar falan var idi. Onlara 3 gün sonraya bilet almışdılar. Yəni 3 gün ərzində həmin adamlar hava limanında yaşamalıydılar. O kinoda olur ya terminalda. Onun kimi 3 gün orada yaşamalıydılar. Plus da yemək də vermirlər. Orada çox bahalıdır. Həm də soyuqdur, yatmağa yer yox. Yəni həmin adamlar bilmirəm 3 gün orada necə eləyəcəklər, nə varacaqlar. Amma yəni özləri də qoymurlar ki, bilet alıb gedəsən də. Yəni deyir, yox deyir, biz bilet almalıyıq, pasportu da aparıb təyyarə bələdçisinə verirlər. Bir də sən Azərbaycan düşəndə pasport əldə alırsan.